Salam. 7 iyun tarixində keçirilmiş 4-cü qrup qəbul imtahanından 33-cü sualın izahına baxaq. Demək, verilib ki, CnH2n plus 1 COH formullu birləşməmiz var. Yəni, söhbət karbon turşularından gedir. Molekulunda karbon hidrogen sigma rabitələrinin sayı 5-dir. Karbon hidrogen sigma rabitənin sayı 2n plus 1-ə bərabərdir. Bu 5'e bərabərdirsə 2n bərabər olacaq 4, n bərabərdir 2. Yəni formul C2H5COOH imiş. İndi deyir ki, sinif arası izomerinin hidroliz məhsulu. Karbon turşuları mürəkkəb efirlərindən sinif arası izomerdir. Və hidrolizindən karbon turşusu və spirt alınır. Və burada qeyd olunub ki, Y gümüş güzgü reaksiyasına daxil olursa, yəni Y olacaq karbon turşularından qarışqa turşusu. Çünki yeganə qarışqa turşusudur ki, karbon turşularından gümüş güzgü reaksiyasına daxil olur. Burada əslində E'nin qiymətinin verilmə məqsədi odur ki, biz bilirik ki, karbon turşuları mürəkkəb efirlərinə sinif arası izomerdir. Demək, molekullarda karbon sayları eyni olacaq. Biz tapdıq ki, turşuda cəmi neçə karbon var? 3. Demək, mürəkkəb efirində tərkibində 3 karbon var. Əgər o karbonlardan biri qarışqa turşusunun payına düşürsə, yerdə qalan 2 karbon isə olacaq spirt. Yəni, bu mürəkkəb efirimizin hidrolizindən turşu olaraq qarışqa turşusu alınır, spirt olaraq da etil spirt alınır. İndi bizdən nə istəyir? X molekulunda atomların ümumi sayı. X tapdıq ki, etil spirtidir. Onun da tərkibində atomların ümumi sayı olacaq 9. Yəni, Y variantı.